Hər vaxtınız xeyir olsun. Öncə sizə bildirim ki, bu suallar müxtəlif test toplularından götürülmüş suallardır. Sadəcə məqsəd odur ki, siz hər gün belə deyək, ən azı 5 sual üzərində işləyərək kimiyanızı yavaş-yavaş irəlilədəsiniz, yaddan çıxarmayasınız, testlərin həll qaydalarını öyrənəsiniz və zaman-zaman bu testlərin içərisində təbii ki, mənim özümün tərtib etdiyim suallar da olacaqdır. Videoları mənim YouTube kanalımda, burada səhifəmiz qeyd olunubdur. Bu səhifəyə baxmaqla, bu YouTube kanalına baxmaqla buradan əldə edə bilərsiniz və ya WhatsApp-da Kimya bloqu adlanan bir WhatsApp kanalımız var. Ora linklər atılır. Həmçinin WhatsApp qrupumuzda da linklər göndərilir. Yəni əldə etmək istəyən müxtəlif yerlərdə Instagram, WhatsApp qrupu, WhatsApp kanalında paylaşılacaqdır linklər. İndi gələk həllərimizə. Hansı reaksiyadan turş duz əmələ gəlir? Baxaq, natrium 2CO3 2 mol H-klor. Burada deməli, xlor turşusu qüvvətli turşu olduğu üçün karbonat turşusunu sıxışdırıb çıxardar. Əmələ gələr natrium xlor, üstəgəl karbonat turşusu da davamsız turşu olduğu üçün CO2 plus H2O-ya çevriləcəkdir və bizim bu reaksiyamızda alınan duz normal duzdur. Ona görə bunu çıxdıq. Bütün sualları ətraflı şəkildə izah edəcəm ki, bir sualı sadəcə cavab variantı üzərində yox, bütün 5 variantın 5-nə də baxmaqla belə deyək, çoxlu təkrar etmiş olasınız. Kalsium ortofosfatın üstünə H3PO4 gəlir. Yadda saxlayın. Əgər eyni turşunun duzunun üzərinə turşu əlavə ediriksə, yəni həmin turşudan əlavə ediriksə, hidrogenin sayını artıracaq. 1 mol turşu əlavə etmirsənsə, ortofosfat turşusunun 1 hidrogenli qalığını yazacaqsan. Yəni kalsium HPO4 plus, deməli kalsium sadəcə HPO4 əmələ gələcəkdir. Bu da bizim turş duzumuz olacaq. Bunu götürəcəyik. Daha sonra nəyə baxaq? Natrium 2CO3 üstəgəl CO2 üstəgəl H2. Yenə biz eyni turşudur. Üzərinə turşu əlavə ediriksə, turş duz əmələ gələ bilər. Natrium hidrokarbonat alınacaq. Buradan gəldikdə deməli alınacaqdır kalsium SO4. Kalsium SO4 alınacaq. Plus bir də kalsium H2PO4-dən 2 dənə. Bu belə. Sonra burada da turş duzumuz kalsium dihidroortofosfat alınır. Natrium 2SO4 üstə gəlinsin H2SO4-dən də yenə natrium HSO4 alınır. Ona görə cavabımız olacaq A variantı. Bizə turş duz əmələ gəlmir deyir. A variantında əmələ gəlmir. Daha sonra qapalı qabda eyni mol miqdarında götürülmüş H2O2 arasında baş verən reaksiyanın sonunda hidrogen 50% sərf olunmuş. Qabda 5 mol su əmələ gəlmişdir. Reaksiyamızı qeyd edək. Deməli yazırıq 2 mol H2. Üstə gəlinsin O2, əmələ gəlir 2 mol H2O. Buradan 5 mol su əmələ gəlib. Əgər 5 mol su əmələ gəlibsə, 2 moldan və 1 mol oksigenin qarşılıqlı təsir nəticəsində 2 mol su əmələ gəlsə, 5 moldan deməli 5 mol H2 reaksiya daxil olubdur. 2,5 molda O2 reaksiya daxil olub. Yəni bura X yazıb, bura Y yazsaq və tənasibi belə deyək, işləsək, hidrogenin sərf olunanı 5 mol, oksigenin sərf olunanı isə 2,5-ə bərabər olacaq. Və burada bizə deyir, hidrogenin 50% sərf olunmuş, eyni mol miqdarını götürmüş hidrogenlə oksigen də hidrogenin 50% sərf olunubdur. Əgər hidrogenin 50% sərf olunubsa, deməli, bu 5 moldur. 5 moldur. Hidrogenin 50% sərf olunubsa, 5-im demək ki, 50%dir. Bəs başlanğıc olaraq nə qədərdir? 100-ə X. X də bərabərdir. Buradan 10 mol H2. Deməli, başlanğıc olaraq bizə həm 10 mol H2 götürülübmüş, eyni mol miqdarında dediyi üçün 10 molda O2 götürülübmüş. Başlanmasından əvvəl neçə mol qaz var? Onun üstünə 10 gəldik. Deməli, 20 mol qazımız vardır. Reaksiya başa çatdıqdan sonra qabda olan maddələr. Qabda reaksiya başa çatdıqdan bura yazaq bax əvvəl. Bu isə bizim sonra olsun. Sonrakı qaz qarışım, daha doğrusu maddələrimiz isə təbii ki 5 mol suyun əmələ gəldiyini özü deyir. 10 molun 5 mol hidrogeni sərf olunub, 5 mol hidrogen artıq qalıb. 10 mol oksigen götürmüşdük. Onun deməli biz buradan tapdıq ki
Baxın burada nə qədər tapmışdıq. Bura y yazsaq, y-in qiymətini 2,5 taparıq da. Y bərabərdir 2,5-ə. Oksigenin 2,5-i sərf olunubdur. 10 mol götürmüşük. 2,5-i sərf olunursa 7,5 də O2-dən artıq qalıb. Bu cəm neçə eləyəcək? 17,5-ə bərabər olacaq. Əvvəlcə 20 mol, reaksiyadan sonra isə 17,5 olar. Daha sonra bizə belə bir reaksiyamız verilibdir. Deyir burada reaksiyanın kinetik tənliyini müəyyən edin. Birinci təcrübədəki x-ə baxırıq. Birinci təcrübədə x-im 0,1-dir. Birinci təcrübədən sonra x-dən artıq qalmıyor. Deməli, x2 0,1 molu tamamilə reaksiya daxil olubdur. Y-ə baxarıq. 0,5 götürülübdür. 0,2-si artıq qalıbdır. 0,5-dən 0,2-si 0,5-in 0,2-si sərf qalıbsa artıq, deməli 0,3 sərf olunub. Y2-dən də birinci təcrübədə 0,3 sərf olunub. İndi gəlin ikinci təcrübəyə baxaq. İkinci təcrübəyə baxdıqda 0,2 mol x2 götürülübdür. 0,1-i artıq qalıb. 0,2-dən 0,1 artıq qalıbsa 0,1-i sərf olunub. 0,3 götürülüb. Heç birindən artıq qalmıyıbdır. Deməli, bu da 0,3 sərf olunub. Onda belə çıxır ki, hər iki reaksiya üçün 1-in 3-ə nisbətdə, burada 3 yazsa, 1-in 3-ə nisbətdə maddələrimiz reaksiya daxil olur və biz bunun kinetik tənliyini yazsaq, V bərabərdir K vurulsun, başlanğıc maddələr X2 vurulsun C, Y2 və qarşısındakı əmsalları onların qüvvət şəklində yazsarıqsa, buradan bizim deməli cavabımız olacaqdır C variantı. Gələk 4-cü sualımıza. 4-cü sualımızda 14-cü element deyir. Cütləşməmiş elektron sayı, P yarım səviyyəsində olan elektron sayı, maksimum həyəcanlanmış hala baxacaq. 14-cü elementi, təbəqələr, deməli, bunun protonu, elektronu 14-dür. Birinci təbəqəyə 2 elektron, ikinci təbəqəyə 8 elektron, üçüncü təbəqəyə isə 4 elektron yerləşdiririk və üçüncü təbəqənin qısa elektron formulundan qeyd edilsək, 3s2, 3p 2 olacaqdır. 3s2, 3p2 təbii ki, P yarım səviyyə, 3-cü yarım səviyyəmizdə, 3-cü təbəqəmizdə, deməli, D yarım səviyyəsi də boş haldadır. D orbitalımız boşdur. Və həyəcanlanma təbii ki, biz bilirik ki, axırıncı təbəqəyə baxırıq. Axırıncı təbəqədə orbitallarında olan cüt elektronların hesabına həyəcanlanma baş verir. Bu həyəcanlanma zamanında cüt elektronlar boş orbitallar keçir. Burada da ancaq S-də deməli elə cüt elektronumuz var. P-də də boş orbitalımız var. Ona görə biz D-yə yox, elə birbaşa S-ə aparacağıq. Baxın, S-dən daha doğrusu P-yə doğru aparacağıq. Həyəcanlanma vəziyyətində olacaqdır. 3S1 3P2 idi, oldu 3 dənə. Yəni bax, bu buradakı boşumuz var idi. Bu boş olan hissəyə keçəcəkdir. Gəlin bunu daha səliqəli formada yazım. Bu belə, burada gördüyünüz kimi bir dənəsi təkdir. Həyəcanlanma halında bu hissəyə keçdi və həyəcanlanma zamanı burada baxın, bir dənəsi burada, 3 dənəsi isə P yarım səviyyəsində oldu. İndi bizə deyir ki, cütləşməmiş elektronların sayı, sayı oldu 4 dənə. A-nın qiyməti elədir 4. P yarım səviyyəsində olan elektronların sayı. P yarım səviyyəsinə deyirsə, biz burada diqqətli olmalıyıq. 1s2, 2s2, 2p6-mız var idi. İndi həyəcanlandı, oldu 3s1, 3p3 və p6 ilə 3-cü də P yarım səviyyəsindəki elektronlar götürsək, B-nin də qiyməti eləyər 9. 4 ilə 9-un cəmi də burada olacaqdır 13. 15-ci sualımıza baxırıq. Maddənin əmələ gəlmə istiliyi yanma istiliyinə bərabərdir. Burada gördüyümüz kimi kükürt oksigenlə reaksiya daxil olur, SO2 əmələ gəlir. Əgər biz SO2-nin əmələ gəlmə istiliyini yazsaq, elə qarşısındakı əmsal 1 olduğu üçün 300-ə bərabər olar. Kükürt də burada yandığı üçün bunun da yanma istiliyi yenə 300-ə bərabər olacaqdır. Burada H2-nun əmələ gəlmə istiliyi 572 bölünsün 2 eləyər. H2-nin yanma istiliyi 572 bölünsün 2 eləyər. Yəni bu birinci cavabımız hər ikisi üçün ortaqdır. Həm hər iki reaksiya üçün ortaq olacaqdır. Daha sonra burada nə var? Maddənin əmələ gəlmə istiliyi
əmələ gəlmə istiliyi, maddənin əmələ gəlmə istiliyi yanma istiliyinə bərabərdir. Maddənin əmələ gəlmə istiliyi istilik effektinə bərabərdir. Deməli, birinci hər ikisinə uyğun olar. Çünki hər ikisinin əmələ gəlmə istiliyindən yanma istiliyi, əmələ gəlmə istiliyi istilik effektinə bərabər oldu. Burada bu yanırdı, bu yanma, bunların da əmələ gəlmə istiliyini hesabladıq. Deməli, bunların əmələ gəlmə istiliyi yanma istiliyinə bərabər oldu. Sonra ikincidə deyir ki, əmələ gəlmə istiliyi istilik effektinə bərabərdir. Baxın, bunun əmsalı 1 olduğu üçün əmələ gəlmə istiliyi ilə 300-dür, istilik effekti də 300-dür. Ona görə bura aid götürəcəyik. Maddənin yanma istiliyi 286-dır. 572-ni 2-yə böldükdə 286 olur. Bu da bura aiddir. Eksotermik reaksiyada hər iki reaksiyamız eksotermikdir, müsbət 2-dür. Əmələ gəlmə istiliyi 300-dür. SO2-nin əmələ gəlmə istiliyi gördüyünüz kimi burada qeyd olunub 300-dür. Burada 5-i götürərik. Cavab 2, 5, 3 və 1, 4 A variantı.